Ermənistan daxili siyasi arenasında və revanşist qüvvələrin sıralarında özünü qəhrəman və Paşinyan hakimiyyətinə qarşı əsas müxalif rəhbər kimi sırmağa çalışan Seyran Ohanyan yenidən gündəmdədir. Ermənistanın son 30 illik hərbi siyasi tarixinə baxanda Ohanyan adının ətrafında həmişə süni bir mifologiyanın qurulduğunu görürük. İşğal dövrünün qəhrəman komandanı, keçilməz istehkamların müəllifi və ordunun sarsılmaz sütunu kimi təqdim olunan bu adam əslində Ermənistan dövlətini içəridən gəmirən korrupsiya zəncirinin ən əsas halqalarından biri idi. Amma zaman hər şeyi öz yerinə qoyur. Cəmiyyətə sığınan böyük sərkərdə imicinin arxasından bugün maraqları və xırda biznesi üçün yaşayan işbazın reallığı boylanır. Ohanyan Ermənistanda daxili siyasi çəkişmələrin ortasında özünə təzə rol axtarır. Paşinyan hakimiyyətinə qarşı radikal revanşist qüvvələri erməni qisasçılarının əsas lideri kimi ortalığa düşür. Lakin onun iddiaları Ermənistanın daxili kulisində və ordunun arxivlərindəki faktların ağırlığı qarşısında hər gün biraz da əriyir. Artıq hamı başa düşür ki, bu gərginlik sadəcə vaxtı bitmiş hərbi elitanın son çırpınışlarıdır. Ohanyanın hərbi bioqrafiyasını bəzəyən ən böyük yalan şübhəsiz ki, milyonlarla vəsait hesabına qurulan və illərlə təbliğ edilən o keçilməz sədd idi. Azərbaycan ictimaiyyətinin və hərbi ekspertlərin daxildə mənimsənilən büdcə pullarına eyhamla Seyf Ohanyan xətti adlandırdığı bu müdafiə sistemi 2020-ci ilin payızında cəmi bir neçə saatin içində darmadağın oldu. Xüsusilə Ağdam istiqamətində qurulmuş olovğa beton sədlər Azərbaycan ordusunun müasir, ağıllı və şaxələndirilmiş hücum strategiyası qarşısında kağız kimi cırılıb atıldı. Bugün hələ də Ağdamda nələr baş verdiyindən, dahi mühəndislik layihəsinin necə rüsvayçı iflasla nəticələndiyindən və Azərbaycanın onlara vurduğu o ağır hərbi şapalaqdan danışırlar. Əslində Ohanyanın real portretini görmək üçün hərbi poligonlara yox, onun kölgədə qalan mülki biznesinə baxmaq lazımdır. İctimaiyyətə göstərilən sərkərdə formasının altında Ermənistanın spirtli içki bazarında xüsusi çəkisi olan yerli cəmaatın keşiş Ohanyan araqları kimi tanıdığı kommersiya şəbəkəsi gizlənir. Tək bu fakt belə Ohanyanın maraq dairəsinin hərbi doktrinalardan yox, ticarət gəlirlərindən ibarət olduğunu sübut edir. O müdafiə naziri olanda ordunun cibindən sızan pulların hansı sahələrə yatırıldığı sualı bugün də Ermənistandakı daxili təhqiqatların əsas mövzusudur. Amma onun imicinə ən öldürücü zərbə gizli biznesinin, kənd təsərrüfatı fəaliyyətinin ifşası ilə gəldi. Paşinyana qarşı tribunaları zəbt edib özünü millətin ixlaskarı elan edən sabiq nazirin Ermənistanda nəhəng donuz fermalarına sahib olduğu, bu işi yaxın adamları vasitəsilə idarə etdiyi sənədlərlə ortaya çıxdı. Ordunun rəhbəri imicini yaratmaq istəyən adamın həyat qaynağının donuz ferması saxlamaqdan ibarət olması onun bütün çəkisini bir anda sıfırladı. Erməni müxalifətinin Paşinyanın qarşısına alternativ lider kimi çıxarmaq istədiyi fiqur donuz çobanı reallığından o tərəfə keçə bilmədi.
İndi də ortada nə ölkəni qoruyacaq hərbi ağıl qalıb, nə də xalqa arxasınca aparacaq bir rəhbər. Geriyə baxanda sadəcə donuz fermalarının və uğursuz istehkamlarının kölgəsində sıxılıb qalmış, iflas etmiş işbazın hekayəsi yada düşür. Qiymət Mahir Namiq Abbasov, Today Press TV.